Qarşınızda adi ada kimi görünən bir yerdir. Ağ qumlu sahil, okeanda çiməndən sonra günəşlənmək üçün mükəmməl məkan. Yaşıl meşələr, gəzintiyə çıxmaq üçün ideal bir yer. Amma bu gözəl mənzərəyə aldanmayın, çünki onun arxasında ölüm gizlənir. Söhbət nə təhlükəli heyvanlardan, nə də zəhərli bitkilərdən gedir. Təhlükə bu adada yaşayan insanlardadır. Dünyanın ən qapalı və ən təhlükəli adasına, Şimali Sentinelə xoş gəlmisiniz. Şimali Sentinel adası Hind okeanında yerləşən Andaman adalar qrupuna daxildir və Hindistana məxsusdur. Təxminən 60 kvadrat kilometr sahəsi olan kiçik bir torpaq parçasıdır və burada neçə nəfərin yaşadığı hələ də məlum deyil. Bəs niyə bu ada bağlıdır və niyə bu qədər təhlükəlidir? Səbəb sentinellilərdir, adanın yerli tayfası. Birincisi, onlar yad insanları heç xoşlamırlar və adaya yaxınlaşan hər kəsi ox və kamanla qarşılayırlar. İkincisi, sentinellilərin orqanizmi müasir insanların daşıdığı bir çox xəstəliklərə qarşı tam müqavimətsizdir. Məsələn, adi soyuq dəymə və ya qrip belə onlar üçün ölümcül ola bilər. Bu səbəbdən Hindistan hökuməti adanın ətrafında 4 kilometrlik bufer zonası yaradıb və bu ərazini sahil mühafizəsi patrul edir. Bu zonanın sərhədini keçmək qəti qadağandır. Qadağalara və təhlükələrə baxmayaraq, müxtəlif vaxtlarda bir çox insanlar yerli tayfa ilə əlaqə qurmağa cəhd ediblər. 1880-ci ildə yerli kolonial idarəçi Morris Vidal Portmanın əmri ilə adadan bir neçə sentinelli, böyüklər və uşaqlar qaçırıldı. Böyüklər tezliklə xəstəliklərdən öldülər. Uşaqların vəziyyəti isə pisləşdi və nəticədə onları adaya geri qaytarmaq qərarına gəldilər. Şimali Sentinelin tədqiqi 1967-ci ildə yenidən başladı. Bu dəfə professor Triloknat Panditin rəhbərliyi ilə Hind ekspedisiyası adaya göndərildi. Aborigenlər yad insanlarla əlaqə qurmaq istəmirdilər. Sadəcə tədqiqatçıların onlara qoyduğu banan və kokosları götürüb yenidən meşəyə qayıdırdılar. Əsl irəliləyiş 1991-ci ildə baş verdi. Sentinellilər 20 ildən sonra ilk dəfə tədqiqatçılara silahsız yaxınlaşaraq hədiyyələri qəbul etdilər. Gənclərdən biri tədqiqatçılardan birinə kaman tuşlasa da, anası onu dayandırdı. Ən maraqlısı isə o idi ki, hədiyyələr birbaşa suda əl-ələ verilməklə ötürülürdü. 1995-ci ildə Hindistan hökuməti adanın öyrənilməsi proqramını dayandırdı və ora səfərləri tam qadağan etdi. 2004-cü ildə Hind okeanında baş vermiş güclü zəlzələ və tsunamidən sonra adanın vəziyyətini yoxlamaq üçün Hind helikopteri havaya qalxdı. Məlum oldu ki, təxminən 30 nəfər aborigen sağ qalıb, lakin onlar helikopterə ox ataraq onu qovmağa çalışıblar. 2006-cı ildə iki balıqçı təsadüfən adanın yaxınlığında dayaz suda ilişib qalmışdılar və yerli tayfa tərəfindən öldürülmüşdülər. Cəsədləri meşəyə aparılmışdı və onları geri almaq mümkün olmadı. 2018-ci ildə isə bütün dünyanı şoka salan hadisə baş verdi. 26 yaşlı missioner John Allen Chow sentinelliləri xristianlığa çevirmək üçün 2 dəfə adaya baş çəkdi. O, səfərdən əvvəl bütün peyvəndləri vurdurmuşdu və yerli balıqçılara rüşvət verərək adaya qədər çatmışdı. İlk görüş uzun çəkmədi. Sentinellilər küt uclu oxlar ataraq onu qovdular. İkinci dəfə John aborigenlərin marağını çəkə bildi, amma yad insandan təhlükə hiss edən kimi onlar dərhal hücum edib onu öldürdülər. Balıqçılar son gördükləri o idi ki, sentinellilər Chow'nun meyitini meşəyə aparırlar. Beləliklə, əgər siz Şimali Sentinel adasına getmək qərarına gəlsəniz,
2 dəfə düşünün. Çünki bu etdiyiniz son şey ola bilər. Əgər bu videonu bəyəndinizsə, like edin, kanala takib atın və dostlarınızla paylaşın. İzlədiyiniz üçün təşəkkürlər.